bunlar sizin için olmalı. Çok sağ olun. Çok sağ olun. Səhnəyə Mədəniyyət Nazirinin müşaviri, yazıcı senarist Orxan Fikrətoğlu verir. Azərbaycanda neyse davamlı etmək asan məsələ deyil. Mən ən əvvəl Hüseyn Məhcəbi təbrik etmək istəyirəm. Uzun illərdir Gilcanın və bu mükafatın çiynində daşıyan adamı və Feyruzun qorxularını biraz azaldar. Çünki Gilcalar müəyyən misyoner çiynlərini götürə bilərlər, düşünürəm. Burada bir paralellər gördüm. Kino peşəkarları bir yerini tapmaq çətindir. Bilmem yarın siz de hissettiniz, televizyon filmleriyle qədim filmlerin arasındaki sərhəd artıq götürülür. İstəyirsinizsə həm qrim, həm səhəz, hətta montaja qədər təxminən eyni səviyyədir. Bir də Nizami bir hatırladı, mən bu ölüləri xatırladım. Allah Köçəri rəhmət eləsin, mən Allah Köçərinin asistentiyim və bu 90-cı ildə baş vermiş prosesdə gözümün qabağından bir daha keçdi. Həqiqətən o dönəmdə kino bir əskər kimi mən bilirəm və siz bilirsiniz ki, Azərbaycan mənimlə xidmət etdi. Fariz Əhmədov. Yayın indi filmin eyletinden kimse təşrif buyurar. Alıştıra hazırlarımız. Tam sizin gibi. Alıştıra. Akşamınız xeyir olsun. Hamınızı salamlayıram. Mükafat alanları, xüsusi təbrik edirəm. Almaq istəyənləri iki qat təbrik edirəm ki, çalışsınlar gələcək üçün. Seriallarla bağlı bu dəqiqə bizim televiziyalarda en çok bakılan ekran məhsulu seriallardır. Yavaş-yavaş çoğunu sıkıştırmak istəyir ama alınacaq mı, alınmayacaq mı bunu gələcək göstərir. Əqrəb mövzunu. Rejissor, Ümit, Prodüser, Yalçın, Rediye. Davet edersen ya. Hangi yapmalı? Ha? Kayıtta. Mükafatı alıp çok sonra minnettarım. Uğurlarınız bol olsun. Çok sağ olun. Her bir müellif mükafata layık ama görək Qızıl Pəri bugün kimin altına yazıldı. Ona göre de ben səhnəyə sevimli bəstəkarımız Cavanşir Quriyev dəvət edilmək istəyirəm. Meryem filmi, Ağazcan Hacaslanı. Burada da müellifimiz. Ama filmin heyetinden, ben filmin heyetinden çok güzel aktörümüzü görüyorum burada. Zahmet olmasa. Alkışlığa Zavul Şerif, sevgili sorumuz, Meryem filminde çektiği ve yayın mükafatı belirlediği
Tebrik ediyorum. İsterim Allah'ın size alkışlarız. İkinci karışım dönem ibarettir ki, şimdiki biraz çetin zamanda böyle bir tedbirin teşkilatı 3-4 yıldır bunu egebilmediler. Ve ümumiyyətlə bunun teşebbüsüsü Hüseyin Lehtiyor dönemin komandası. Mesela karşıydı. Onun kardeşliği. Orhan Abbas'ı. Alkış mı? Evet, yarısı göz ağrıdır. Elbette güzel. Onlardan filmlerine göre Orhan Abbas'ı. Orhan. Arada da var. Aslında sen geldin. Kim geldi? Adem Hanım'a da eziyet etmiyor. Gel kardeşim gel. Alkışlayalım, alkışlayalım. Azerbaycan filmi, Azerbaycan. Hadi bunu atlayalım. Tebrik ederim. Elə zərgər dedilər. Prodüser gəldiğinde prodüser. Mən Müşfiq Həsənov səhnədə olmaq istəyirəm. Bizi gözəl prodüserimiz. En yaxşı prodüser kıl olanı. Varıdır. Bugün Azerbaycan'ın peşəkar prodüser institutuna böyük ihtiyacı var. Peşəkar prodüser institutunun inkişaf etməsi üçün də peşəkar kino məktəbini qoruyan Azərbaycan filmi doğrulmasına ihtiyacımız var. Azərbaycan film kino studiyasının ənənələri ilə biz inkişaf etməsək, bizim prodüserlər həmən studiyanın şinelindən kimsə keçməyibsə, inanın mənə gerçək sənət nədir, gerçək kino məktəbi nədir bilməyəcək. Bugün biz burada gördüyümüz Orxan Fikrətoğlu'nun fikri ilə mən razılaşıram. Artıq televiziya filmi ilə bizim filmlər, kinolar artıq qarışıq vəziyyətdədir. Çox qeyri-peşəkar filmlərimiz baş alıb gedir və sosial mediada və bütün yayım strukturlarında onları film kimi təbliğ edirlər. Hüseyin müəllimə çox sağ ol deyirəm ki, Ayaz müəllimə çox sağ ol deyirəm ki, bugün belə bir təqdimat keçirdi və Akif Rüstəmov deyirdi ki, rejissorların, filmlərin talihi o rejissorların talihini oxşuyur. Mən deyərdim ki, Azərbaycan kino ictimaiyyətinin talihi Azərbaycan Film Kino Studiyasının talihini oxşuyur. Tağıyev filmi Orman Əliyev. Orman Əliyev yoktur burada ama filmin heyetinden nümayendeler var. Hacım. Rejissorumuzu çağıralım. Davet edeyim. Filmin rejissörü. Alkışlarınız lütfen. Alkışlarınız. Çok sağ olun, minnettarım. Bitireceğim Orman benimle. Sağ olun, teşkilatçılar minnettarım. Tebrik ederiz sizi. Çok sağ olun. Sorularınız olur. Sağ olun. Buyurun sorun. Burası sevmem. Hem de tam sizin için çıktı sen. Benden 70'lik yok gelmedi. Yani sizin adınıza işten kim geldi? Kimse bizi yaşlı nesli ittiham elədi ki, biz her şey vermişik, bizce cüretten başka. Biz cüret bir aktın atanda hiç vakti ne arkaya, ne sola, ne sağa bakmamışız. Ve hemşe de kurban vermeye, neyse kurban vermeye hazır olmuş. Ona göre de hemşe cüretli olmuş.
Vasif Rüstemov. Mehmet Oğuz. Kurban ve Asım Rüstem. Filmin Kurbanlar, azizimiz, sevgilimiz, Kurban İsmail, Kalkas, Özel Akçoğlu, Özel Görüşmeler. Buradan benim bir de tebrik ediyorum. Arada zenginin telefon götürdüler. En yaxşı film nominasiyasının qalibini təqdim etmək üçün səhnəyə Ayaz Salayev dəvət olunur. Hayat diyesen güzel. Ölçü var, yok Mustafa. Belədir də vəziyyətdə. Deməli, iki tərəf olmalıdır. Bir bu əsəri yaradan, bir də ki, ona qiymət verənlər. Bir tərəf olmasa, görürsünüz, heç nə alınmır. Amma mənə deyək ki, bu dəfə hər iki tərəf tapıldı. Hər iki tərəf tapıldı və qiymət verənlər də sağ olsun. Bir şey də sizə deyim də, yəni burada belə bir fikir yanına bilər ki, deməli, aktyorlar bu filmdə özləri oynadı, sonra deməli, operator özü çəkdi, kostyumlar özləri tikildi və ən yaxşı film sayıldı. İş ondadır ki, mən özüm xahiş ededim, deməli, ən yaxşı rejissor nominasiyasına məni çıxartsınlar ki, başqaları alsınlar. Çünki mən bunu almışam Türkiyədə, İlxan mənim burada da bilirlər. Türkiyədə deməli, mən ən yaxşı rejissor aldım və mən hamıya, bu filmin iştirakçılarına, Azər müəllim, Azər Quliyevə, Əskərə, hamıya, bax, budur hamıya, minnətdaram ki, imkan yaratdılar ki, mən onlarla işləyim. Sağ olun. Bu mükafatı təqdim etmək üçün biz rejissor Əbdül Mahmudovu səhnəyə dəvət edirik. Əbdül müəllim, buyurun. Üzümü deyim ki, belə ödənimə verir. Cananı üçün sevsə cananı sevər, canı üçün ki cananı sevər, cananı sevər. Bu kinonun iki məhəbbəti var, canla canan. Can da bizi, canan bizi. Bayaqdan, dünəndən, illərlə Azərbaycan kinosunun ünvanına o qədər layiq olmayan söhbətlər, dedikodular, məlumat, olmayan fikirlər yayınlayır. Onlar elə deyil. Bura müqəddəs kino məhəbbəti axıdır. Müqəddəs kino məhəbbətlərində Üzeyir bəylərin, Çəpər Çaplarların, Ərsatda Taşiyevlərin, Tabızadələrin, Seyidzadələrin, kimlərin ruhu var. Və müqəddəs kino məhəbbətləri peşəkar səviyyədə bərd olunmadan biz elə beləcə fəaliyyətlə məşğul olaraq gedəcəyik və yalanlar bir-birimizi çəpik salıb tərif edəcəyik. Buna görə də hər kəs səfərbər olmalıdır. Bax, bir mənə Hüseyin Anar müəllim, dayı Anar müəllim da bunun izahı ehtiyacı olur.
hər bir kəs sözü imkan olan kəs, indi Qulu müəllim olsa da ki olsun, əlimizdən gələn hər bir şey eləməliyik ki, dövlət səviyyəsində milli kino məbədgahımız olan Azərbaycan Film Kino Studiyası bərpa olunsun və bütün kino insanları gəlsinlər, orada birləşsinlər və müvəffəq olunsunlar. Ben Qulu müəllimi heç vaxt kinodan ayaq hesab eləməmişəm və təbii ki, Qulu müəllimi öz ziyarlığı ilə, öz söhbətləri ilə, töhfələri ilə, mübariz ruhu ilə, sözü ilə həmişə kinonun mədəniyyəti, milli mənəvi dəyəri, ideologiyamızın yanında olur. Bu mənada biz özümüzə çox böyük şərəf bildik ki, ilgi olaraq məsləhət elədik ki, belə bir nominasiya olsun və biz nəhayət Qulu müəllimin uzun illər Azərbaycan mədəniyyətinə, kinona, televiziyasına verdiyi xidmətlərin müqabilində onu heç olmasa bir sağ ol deyəmək təbrik edir. Sağ ol deyəmək təbrik edir və bizim için hər birimiz için çox böyük şərəf. Əslində televiziyalar işte kinodan yaxşı deyil vəziyyəti. İmtihası biz televiziyanın böhranını hər gün görürük, amma kinonu biraz geç-geç görürük. Hər ikisini yüksəltməyə, qaldırmağa qüvvə, güc və yeni nəsil lazımdır. Hamıya uğurlar olsun. İdare heyetinin kararına göre Parlamentində Çağdaş Azərbaycan film sənətinin bir nümayişini gördüm. Çox gözəl. Əlbəttə film və bir çox başqa fəaliyyət sahələri kimi əvvəlki kimi dəhşətli dərəcədə populyar deyil. Hər şey elədi. Səməd Vurğunun kitabını 100 bin tirajla çap olunurdu. Kısa zamanda yok olurdu. İndi həmin Səməd Vurğunun, həmin kitabını 3 bin, 5 bin tirajla çap edəndə o qədər sürətlə getdi. Zaman dəyişdi. Ama zaman dəyişməyinə baxmayaraq istəyablı insanlar həmişə var, hər sahədə var. Mən bugün